Tuz xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa, lider marketə yaxın, həm də belə deyək, Məşdağa buzovna yoluna yaxın. Çox yağın torpaq sahəsinin içində, belə bir gözəl evdir. Vallahi qismanın içinə bəlkə etmək istədiyim ülkə sahibi olsun inşallah. Niyə görə sizə bu belə deyək, bayırdan göstərirəm, ya tam şəkildə izah edirəm. Bu böyük bir evdir, 2 mərtəbəlidir. Aşağı hissədə qaraj və əlavə 1-2 otaq var. Yuxarıda isə bir zal, 2 yataq, bir mətbəx, bir sanuzəldən ibarətdir. Yəni keyfiyyətlə tikilib, indi kimsə ustasını da gətirib göstərə bilər. Kəmərinə qədər var, betonuna qədər var. İnşallah keçək içəri hissəsini təqdim edək sizlərə. Ondan nəzərinizə çatdıraq ki, paket kupçadır, qiymət 98.000 manatdır. Və bir şey də nəzərinizə çatdırım ki, ev yəsi, yəni mətbəx meblini belə, yəni hədiyyə verəcək. Yəni mətbəx mebli kim alsa, evin üstündə belə deyək, hədiyyədir. İnşallah keçək içərisinin təqdimatına. Bax, 2 dənə jalüz qapılar verir. Həm maşın daxil olmaq üçün, həm balaca qapı qoyulub. Üzbəüz hissədə fikir verin. Qaraj hissəsi nəzərdə tutulub və işıqlandırması var. Sol hissəsində kombinin yeridir. Və keçək içəri hissəsini təqdim edək sizlərə. Qeyd etmişdim, burada da 2 dənə otaq var. 2 otaq nəzərdə tutulub. Gələcəyini kim istəsə düzəldər, ya kim istəsə elə qalar. Burada 2 otaq nəzərdə tutulub. Sağ tərəfini göstərək. Və giriş hissəsini təqdim edək sizlərə. Maşın rahatlıqla daxil olur və burada da balaca bir torpaq yeri qoyulub gül əkmək üçün. Və qalxırıq inşallah içəri hissənin təqdimatını. Gəl qardaşım, içəri hissəsini də təqdim edək. Və buradan da bir dənə verərsən giriş hissəsini izləyicilərimiz izləyə bilsinlər. Və qalxaq qeyd etdiyimiz kimi içəri hissəsinin təqdimatına. Koridor sistemlidir. Sağ hissədə zal nəzərdə tutulub. Zalı təqdim edək. Burada səliqəli bir zalı var. Onu da nəzərinizə çatdıraq ki, hər aboylara ayrı-ayrı otaqlar. Burada zal hissəsidir. Zal hissəsini təqdim edək. Sonra burada bir yataq otağıdır. Bunu təqdim edək sizlərə. İkinci yataq otağını təqdim edək. Və ondan nəzərinizə çatdıraq ki, kombinin xətlərinə qədər atılıb və keçək mətbəx hissəsinin təqdimatına. Mətbəx hissəsini də sizlərə təqdim edək. Mətbəx də normal bir vəziyyətdədir. Və qeyd etmişəm, mətbəx mebeli hədiyyə olacaq. Yəni mətbəx mebeli qoyulub veriləcək. Qiymətində də indirim var. Və sanuzel hissəsini təqdim edək sizlərə. Sanuzel hissəsi